Əziz şagirdlər və abituriyentlər, mən İşıq Nöqtəsi Tədris Mərkəzinin riyaziyyat müəllimi İbayeva Nuray. Əgər siz də buraxılış və ya blok imtahanına hazırlaşırsınızsa, videoları davamlı izləməyi unutmayın. Çünki burada faydalı məlumatlar və bütün mövzuların izahı var. İndi isə gəlin mövzumuza keçək. Bugünkü mövzumuz çoxluqlardır. Əvvəlcə baxaq ki, çoxluqlar nədir? Eyni xüsusiyyətli elementlər toplusu çoxluq adlanır və çoxluqlar Latın əlifbasının böyük hərflərlə işarə olunur. Məsələn, natural ədədlər çoxluğu N hərfi ilə işarə olunur. Gəlin çoxluq şəklində də göstərək. 1, 2, 3 və sonsuz sayı. Daha sonra sait hərflər çoxluğunu göstərək. A, I, O, U, E, I, Ö, Ü. Çoxluqlar elementlərin sayına görə sonlu çoxluqlar və sonsuz çoxluqlar olur. Məsələn, natural ədədlərdə elementlər sonsuz sayda olduğu üçün natural ədədlər çoxluğu sonsuz elementli çoxluqdur. Amma sait hərflər çoxluğu isə sonlu sayda olduğu üçün bu sonluq çoxluqdur. Daha sonra baxaq ki, elementlər daxildir, daxil deyil. Bu işarələri necə göstərəcəyik? Məsələn, natural ədədlər çoxluğuna bir elementi daxildir. Daxil işarəsi bu şəkildə göstərilir. Daha sonra məsələn E hərfi A çoxluğuna daxildir. Amma biz desək ki, məsələn -3 natural ədədlər çoxluğuna daxil olmadığı üçün belə göstərəcəyik. Daha sonra isə boş çoxluq nədir? Boş çoxluq heç bir elementi olmayan çoxluğa deyilir. Boş çoxluq isə belə işarə olunur. İndi isə A çoxluq anlayışına baxaq. A çoxluğunun hər bir elementi B çoxluğuna da daxildirsə, onda A çoxluğu B çoxluğunun A çoxluğudur. Məsələn, A çoxluğuna deyək ki, 1, 2, 3, 4 elementlər daxildir. B çoxluğuna da 1, 2, 3, 4, 5, 6, 7, 8 elementlər daxildir. Görürük ki, A'dakı elementlər B'də də var. Ona görə A çoxluğu B çoxluğunun A çoxluğudur. Həmçinin hər bir çoxluq özündə A çoxluğudur. Yəni A çoxluğu elə A'nın A çoxluğudur, B çoxluğu da elə B'nin A çoxluğudur. İndi isə çoxluqların birləşməsi və kəsişməsi anlayışına baxaq. A'nın və B'nin elementlərindən təşkil olunan çoxluğa çoxluqların birləşməsi deyilir. Məsələn, A çoxluğuna 1, 3, 5 elementi daxildir. B çoxluğuna isə 3, 4, 5, 6 elementi daxildir. A ilə B-nin birləşməsini belə işarə edəcəyik. Birinci A-nın elementlərini yazıram. 1, 3, 5. Sonra B-nin elementlərinə baxıram. 3 ilə 5 A-da da var deyə təkrar yazmıram. Qalan 4 ilə 6-nı yazıram. Bu da oldu A ilə B-nin birləşməsi. Kəsişmə nədir? A ilə B-nin ortaq elementlərindən yaranan çoxluğa çoxluqların kəsişməsi deyilir. Kəsişmə işarəsi isə belə göstərilir. Burada ortaq elementlər 3 ilə 5 olduğu üçün belə 3 ilə 5-i yazacağıq. Daha sonra belə bir şey görə bilərsiniz. N A yazılır. Daha sonra N A ilə B-nin birləşməsi yazılır. Bu həmin çoxluğun sayını göstərir. Yəni A çoxluğunda 3 dənə element var deyə bu 3-ə bərabərdir. Birləşmədə isə 5 dənə element var deyə bu 5-ə bərabərdir. Daha sonra çoxluqların fərqinə baxaq. Əvvəlcə bir çoxluq yaradaq. A çoxluğuna, məsələn deyək A, B, C, D. B-yə də deyək Y, Ə, E, A, D. Burada A ilə B-nin fərqinə baxsaq, biz elə elementləri seçməliyik ki, o A-ya daxil olsun, amma B-yə daxil olmasın. Əvvəlcə baxıram, A ilə B-nin ortaq elementləri yalnız A-dır. Qalanlar isə fərqlidir. Ona görə biz elə elementləri seçməliyik, A-ya daxil olsun, amma B-də olmasın. Onlar hansılardır? B, C, D. Ona görə yazıram B, C, D. B ilə A-nın fərqinə baxsaq, burada isə B-yə daxil olanları seçəcəyik, A-ya daxil olmayanları seçəcəyik. Burada hansılardır? Y, Ə, F, G. Sizə çoxluqlara aid müxtəlif məsələlər verə bilərlər. İndi gəlin ondan bir nümunə göstərim ki, necə həll etmək olar. Məsələn, sizə verə bilərlər ki, A elementlərinin sayı 7-dir, B elementlərinin sayı isə 4-dür.
Kəşfə elementlərinin sayı da 3-dür. Bizdən də soruşa bilər ki, A ilə B-ni birləşdirəndə neçə dənə element yaranacaq? Yəni, o çoxda neçə element olacaq? Bunu hansı düsturdan eləyə bilərik? A birləşsin B, elementlərin sayı bərabərdir. A-nın elementləri sayı üstə gəl, B-nin elementlərinin sayı çıxılsın. Kəşfədəki elementlərinin sayı. Bu düsturla həll edə bilərik. Yəni, birində yazaq. A birləşsin B, yəni bərabərdir. A-nın yerində nə qalır? 7, üzərinə gəlsin. B elementlərin sayı 4, çıxılsın. Kəşfədəki elementlərin sayı 3. Bu da eləyəcək 11 çox 3, 8. Və yaxud da belə də eləyə bilərsiniz. 2 dənə diaqram çəkə bilərik. Burada A çoxluğunun elementləri, burada da B çoxluğunun elementləri. Bizə nə verib? A çoxluğuna daxil olan elementlərin sayı 7-dir. Əvvəlcə burada x, y, z yazacağım. Bu x, y, z-dən. X yalnız A-ya daxil olan elementlərin sayıdır. Z yalnız B-yə daxil olan elementlərin sayıdır. Y isə kəşfədəki olan elementlərin sayıdır. Burada A 7 verib, yəni A elementin çoxluğunun sayını 7 verib. Bu nə deməkdir? Yəni x ilə y-in cəmi 7-dir. B elementin sayı isə, yəni y ilə z-in cəmi isə 4 verib və bizə kəşfədəki elementlərin sayını 3 verib. Kəşfədəki elementlər, yəni y-in sayı 3-dür. Bizdə də birləşmədəki elementlərin sayını istəyir. Birləşmədəki elementlər, yəni bunların cəmini götürəcəyik. X, y və z-i biz tapmalıyıq burada. Y-imizə 3 veriblər. Biz buradan x-i tapa bilərik. X 4-ə bərabərdir. Buradan da z-i tapsaq, z 1-ə bərabərdir. Bunları toplasaq, indi x plus y plus z bərabərdir. X 4, y 3, z-imiz isə 1-ə bərabərdir. Həqiqətən də cavab 8 alındı. Yəni, imtahanda bu düsturu yaddan çıxarsanız, belə diaqram çəkib həll edə bilərsiniz. Bugünkü dərsimiz bu qədər. Gəlin dərslərdə görüşmək ümidi ilə sağ olun, salamat qalın.